son videomun rəylərini oxuyuram. Hələ bir şey yazır, biri yazır ki, bu nə idarəçilikdir, bu cür yerdə işləməkdən seç işləməmək yaxşıdır və s. Mən razıyam, vallahi razıyam. Yəni böyle adamlarla işləmək çox çətindir. Amma məsələ odur ki, insanlar başa düşmür ki, mənim komandalarım həmişə çox güclü nəticələr veriblər və elə səbəbi də odur ki, biz zəif adamlarla işləyə bilmirik və işləmirik. Və hər kəs öz sahəsinin ən yaxşısıdır. Və mənim komandamdakı olan uşaqlarla da işləmək çox çətindir. Yəni hər adam onlarla işləyə bilməz. Çünki hərəsinin öz nazı var. Və o nazın olmağın səbəbi də egonun, nazın adı nə qoyursa qoyun, işlərin ən yaxşısı olmasıdır. Sən bir işdə çox yaxşı olursansa, istədin, istəmədin, sənin əlində bir güc olur ki, sən seçimin var həmişə harda işləmək və kimlərlə işləmək. Və bizə banklardan, bu cür qurumlardan adamlar gələndə heç vaxt sağ qala bilmirlər. Yəni mənim heç yadıma gəlmir ki, bizə bankdan kimsə gəlsin və sonra sağ qalsın. Niyə? Çünki o iş mühitlərində kompetent insanlar azdır. Yəni idarəçilərin içində belə işini bilən adamlar azdır. Ona görə orada gizlənmək çox asandır. Yəni səhər qlamur gəlirlər belə, kofesini içirlər, gəlirlər, otururlar. Biraz 10 dəqiqə burada söhbət edirlər, yarım saat söhbət edirlər, ayın axırı maaşlarını alırlar. Bizdə elə şey mümkün deyil. Bizdə sən hər gün şirkətə dəyər qatmalısan. Qata bilmirsənsə sağ qala bilmirsən. Məsələn, mən öz komandamı həmişə 300 Spartalı adlandırıram. Niyə? Çünki ancaq ən güclülər sağ qalır. Zəiflər bizə lazım deyil. Və o cür mühitdə harda ki, həmişə gərginlik var, həmişə emosiya var, həmişə tələblər var, həmişə qısa müddətə böyük nəticələr vermək tələbi var. İşləmək asan deyil, amma çox əyləncəlidir. Məsələn, bunun sübutu olaraq Bağlans komandası 4 il qabaq dağılıb müəyyən maliyyə məsələlərinə görə və 4 il sonra mən yeni investisiya almışam yeni şirkətə və həmin komandanın hamısı Dubaydadır. Bəziləri hansılar ki artıq köçüblər, xarici ölkələrdə yaşayırlar, onlar həmin ölkələrdən işləyirlər. Amma biz yenə də bir yerdəyik. Yəni bizi bir yerdə saxlayan şey nədir? Əgər hər şey belə pisdirsə, bilməm idarəçilik zəifdirsə və yaxud pisdirsə, toksikdirsə, nə bilim nədirsə, niyə biz hələ də illərdir bir yerdəyik? Çünki bizi bir yerdə saxlayan şeylər tamam fərqli şeylərdir. Bizdə dava dalaş normaldır. Bizdə istənilən komanda üzvü gəlib mənlə vuruşa bilir, dalaşa bilir və başa düşür ki, ona görə onu işdən atmayacaqlar. İşdən atılma səbəbi ancaq ola bilər ki, sən işi yaxşı görmürsən, verilən tapşırıqları yerinə yetirmirsən. Amma sən emosional olub gəlib aləmi qatdın bir-birinə, sənə dedilər ki, müdirlə elə danışmaq olmaz, ona görə səni işdən çıxardırıq, elə şey heç vaxt olmayıb. Hətta tərsinəsi olub ki, ümumiyyətlə vuruşan insanlar daha da dəyərli olur və daha da karyerasında qabağa gedir. Çünki bizə döyüşçülər lazımdır. Bizi 300 Spartalıq, bizi o lələşməməklə müqayisə eləməyin.